Salam, bugün 40-cı nömrədə yerləşən inşa üzərində biz necə inşanı yazmalıyıq, necə hissə yazmalıyıq bu mövzuya toxunacağıq və qeyd edim ki, mövzumuzun adı Every generation of people is different in important ways. How is your generation different from your parents' generation? Use specific reason and examples to explain your answer. Deməli, bu adlı Every generation, yəni nəsillər arasında, məsələn, valideynlər və hazırki dövrün nəsillər arasında fərqlərdən söhbət gedir. Yəni ki, inşa yazan öz nəsli və valideynlərin nəsli arasındakı fərqlərə baxacaq, nəsil fərqlərinə baxacaq və burada qeyd edir ki, xüsusi səbəblər və nümunələrlə öz cavabını əsaslandır, izah et. Deməli, biz baxırıq, burada inşamızın adı qeyd olunub və necə yazılmalıdır inşa, ona baxacağıq. 3 bölmədən ibarət olacaq. Introduction, body paragraph və conclusion. Ümumiyyətlə bizim esse necə yazılmalıdır, introduction hansı hissələrdən ibarət olmalıdır, body paragraph, conclusion. Bunlar haqqında əvvəlki videomuz mövcuddur. İndi isə gəlin bu sırf inşa üzərində biz baxaq. Introduction bildiyimiz kimi giriş hissəsidir və mövzunun adına uyğun biz bir girişlə başlamalıyıq. Ümumi bir fikirlə başlamalıyıq. Məsələn, ümumi bir fikir burada each generation is shaped by the environment, technology and values of its time. Yəni hər bir nəsil deməli mühitlə, texnologiya ilə və dövrünün belə deyək də dəyərləri ilə fərqlənir, formalaşır, belə deyək. Və sonradan although my parents grew up in a more traditional and slowly developing society, my own generation has been influenced by rapid technological change and modern expectation. Deməli, birinci ümumi giriş edir. Giriş etdikdən sonra artıq həmin inşanın mövzusuna uyğun olaraq qeyd edir ki, yəni mənim valideynlərim və mənim hazırki nəslim arasındakı fərqlər nədən ibarətdir? Məsələn, valideynlər arasında ənənəvi və yavaş inkişaf edən cəmiyyətin olması, öz nəslinin isə daha da sürətli texnologiyanın və müasir belə deyək, gözləntilərin olduğu bir quruluşa sahib olduğu qeyd olunur. Sonradan isə for this reason, buna səbəb nədir? Açıqlaması olaraq da ki, my generation is very different from my parents' generation, especially in terms of technology use and lifestyle. Yəni buna səbəb də ki, valideyn deməli xüsusilə yəni burada fərq texnologiya və həyat tərzində olduğunu qeyd edir. Bu bir giriş idi. Deməli, birinci ümumi fikir yaradılır ki, yəni hər bir nəsil bir-birindən fərqlənir, texnologiya, mühitə və dövrünün dəyərlərinə görə. Daha sonra valideynləri ilə hazırki dövrün nəsli arasındakı fərqlərə toxunur ki, nədir fərqlər? Və burada da səbəb olaraq əsas səbəbi qeyd edir. Əsas səbəbi qeyd etdikdən sonra artıq biz introductionda qeyd etdiyimiz səbəbin açıqlamasını body paragrafda verəcəyik. Məsələn, burada technology, lifestyle-dan danışırsa, artıq body paragrafda burada texnologiyanın hansı fərqlər yaratdığını qeyd etməliyik. Baxın, body paragrafda artıq səbəbini yazıb. One of the biggest differences. Birinci ən böyük fərqlərdən biri texnologiyanın hazırki dövrə təsiridir. Məsələn, deyir, valideynlərimin dövründə üzbəüz kommunikasiya mövcud idi, canlı ünsiyyət mövcud idi və yaxud da çap edilmiş materiallar, sadə ev üsulu alətlər mövcud idisə, meanwhile, yəni əksinə olaraq mənim yəni nəslimdəki, hazırki dövrün nəslində smartfonlar, sosial media, yəni bu fərqləri qeyd edir. Daha sonra birinci fərqi qeyd etdik, düzdürmü? Fərq nədir? Bu texnologiyada fərq nədir? Həm əvvəlki nəsil, həm hazırki nəslin fərqlərini qeyd etdikdən sonra burada açıqlamasını qeyd edir. Açıqlamasını da qeyd edir ki, hansı əsaslarla fərqlənir. Daha sonra for example, nümunə olaraq qeyd etmək lazımdır. Məsələn, burada deyir ki, my parents used to visit libraries to find information, but I can access any resource within second online. Yəni ki, nümunə olaraq mənim valideynlərim kitabxanaya, informasiyanı əldə etmək üçün kitabxanaya üz tuturdu. Ancaq mən istənilən resursu saniyələr içərisində online olaraq, yəni internetlə deyək, yəni bu məlumatlara çata bilirəm. This technological shift has also changed our lifestyle. Sonra baxın, burada 2 dənə idi. Düzüm, technology və lifestyle. İndi technology'dən danışıb, indi biz lifestyle-dan danışırıq.
Həmçinin deyir, həyat tərzimizi də deyir, dəyişdirilib bu texnologiya. Young people today often prefer flexible work, online learning, global communication, while my parents valued long-term stability, traditional routines, and limited social interactions. Yəni ki, buradakı həyat tərzimizi necə dəyişdirib hazırki nəslin? Online öyrənmə, global kommunikasiya, ancaq deyir valideynlərim ənənəvi rejimlə, belə deyək də, üz-üzə canlı sosial, yəni ki, aktivitelərdə iştirak edərək bunlar fərqləri qeyd edir. Daha sonra bunları danışdıqdan sonra, qeyd etdikdən sonra as a result, yəni nəticə olaraq, burada nəticə olaraq, yəni bu paragrafın nəticəsini qeyd edir ki, our priorities, habits and even ways of thinking are shaped by a more connected, fast-paced and modern world. Nəticədə bizim prioritetlərimiz, vərdişlərimiz və hətta düşünmə tərzlərimiz belə deyək də, müasir dövrün tələblərinə daha sürətlidir, daha uyğunlaşmış formadadır. Bunu qeyd edir. Və conclusion. Conclusion isə artıq nədir? Parafraz edirik ümumi fikrimizi. Biz nə demək istədik? Fərqlər nə idi? Bax, bunu qeyd edir. Məsələn, in conclusiondan başlayır. In conclusion, to sum up, in my opinion, bax, bu formaları finally. Bu formada biz conclusion ifadələrini qeyd edə bilərik. Məsələn, burada yazıb, although both generation have their strengths, the differences in technology and lifestyle clearly show how society evolves over time. Yəni, baxmayaraq ki, hər iki nəslin öz gücləri var, amma texnologiyada, həyat tərzlərində müxtəliflər, yəni, göstərir özünü. Daha sonra da qeyd edir ki, understanding these differences helps create better communication and respect between generation. Yəni, bu fərqləri başa düşmək daha yaxşı kommunikasiya və nəslər arasındakı hörmətin, yəni əsasını qoyur. Conclusionla da belə bir fikir irəli sürüb yekunlaşdırmaq olur.